Cahil, avam bilmədiyinə görə nə eşidir onu danışır. Əvvəlcə oxu. Oxuyur adam kimdir? Nə deyib? Kitabları var adamın. Nə deyib? Ona görə Pakistanda bir dənə imam olur, məscid imamı. Və qıssa məşhurdur bu hadisə. Hər cümə Muhammed ibn Abdülvahhabı lənətləyirmiş. Hər cümə. Bir tələbə olur, elm tələbəsi. Gəlir, qulaq asılma gör, böyle bunun işi gücü Muhammed ibn Abdülvahhabı rahimehullah. Dərdi qəmi. Və Şeyh Muhammed ibn Abdülvahhabın kitabı var, Kitab-ı Tevhid. Səhv eləmirəmsə 64 babdan ibarətdir. Yəni 64 fəsildən ibarətdir. Əlindəki telefon, sənin əlindəki telefon qədər enliliyi olar. Əgər hərflərini yeki-yeki yazıblarsa. Xırda-xırda mətbə çap edib son hərflərini, ondan da, telefonundan da nəzikdir. Kitab-ı Tevhid, Tevhid kitabı. Və kitabın içində Şeyh Muhammed ibn Abdülvahhabın kəlməsi yoxdur. Sözü yoxdur. Ya ayədir, ya hədisdir. Bu da Muhammed ibn Abdülvahhab yazılan yeri çıxardıb kitabdan. Kitabın gətirib, verib o imama, deyib, ay imam, mən dində təzəyəm, İslamda. Mənə bu kitabı veriblər oxumağa. Sən də maşallah yaxşı danışırsan. Bir bunu oxu gör. Bunu oxumaq olar yoxsa yox bu kitabı. Bu da gedir evdə, oxuyur. Görür ki, Allah dedi, Rasul dedi, ayə, hədis, ayə, hədis. Və gələn həftə tələbə gedir yana, deyir ki, şeyx, oxuyum o kitabı. Deyir, bu kitab babında, yəni mövzusunda ən gözəl yazılmış kitabdır. Deyir, ay miskindir. Sən hər cümlə bunu lənətləyirsən. Allah sənə ki, sən olsa oxu sonra da. Bir sonra, lə təxfu mə leysə ləkə bihi ilm. Elmin olmayan yerdə qeyb dayanma. İnnə səmə vəl-basara vəl-fuədə kullu uləkə kənəhu məsulə. Gözün də, qəlbin də, qulaqların da məsuliyyət daşıyacaq qiyamət günü. Hər dediyin sözə görə. Muhammed ibn Abdülvahhab olsun, qeyri Muhammed ibn Abdülvahhab olsun. Küçədə süpürgəsi olsun, fərqi yoxdur. Elmin var, haqqında danış, yoxdur sus. Qiyamət gün süpürgəsi ilə görüşəsən, əgər haqqında danışmırsan. Lə təqfu mə leysə ləkə bihi ilm. Elmin olmadığın yerdə qeyb dayanma. Bu da Muhammed ibn Abdülvahhab rahimehullah.